Deməli bu aparıcı canlı efirdə qadın müğənniyə ərinin güya xəyanət görüntülərini təqdim eləyir. Qadın normal olaraq bu görüntüləri görüb pərt olur və haldan hala düşür. Reyting xatirinə bir qadına bunu eləyərlərmi? Ay aparıcı! Salam dəyərli dostlar, xoş gördük. Videonu axıra qədər izləyin, sonra fikirlərinizi yazın zəhmət olmasa. Aklas dondurmaları. Keyfiyyətə önəm verənlər üçün. Əziz dostlar, Zauru tanımayan yoxdur da. Yəni 3-cü Zaur deyirlər ona el arasında. Birinci Zaur Baxşəliyevdir, ikinci Ay Zaurdur, üçüncü də budur. 3 Zaur konkret olaraq paz olub Azərbaycan televiziya məkanına və insanların zövqlərini korlayırlar. Bu xanımı da tanıyırsınız, vaxtı ilə çıxıb deyirdi ki, yoldaşımın corabını yuyaram filan, düz deyir. Yəni mən dəstəkləyirəm. Corab yumaq, yəni həyat yoldaşının corabını yuyursa, burada ayıb bir şey yoxdur. Bəzi feministlər, bəzi boş boğazlar çıxıb bunu lağa qoydular, ələ saldılar. Bu qurmadır, oyundur, bilməm, dəxli yoxdur. Canlı yayımda gətirib həyat yoldaşının gözünə soxmaq ki, bax, sənin ərin başqa bir qadınla yaxalanıb filan bəsməkan, sonra güya onun halına acıyırmış kimi reaksiyalar vermək filan. Axırda da deyəsən elə məlum oldu ki, bu bir qurma oyun imiş ki, nə olursa olsun, əziz dostlar, reyting xatirinə olunur. Və Zaur belə bir şey eləməklə gerçək ya zarafat, fərqi yoxdur. Bu alçaqlıqdır, yəni bu yaxşı bir şey deyil. Yaxşı bir şey deyil. Zarafatı eləmək olar başqa şeylərlə. Yoxsa sənin ərin xəyanət eləyir, yoxsa sənin arvadın xəyanət eləyir. Belə şeyləri efirə çıxartmaq arvadağızlıqdır. Yəni, belə şeyləri efirə çıxaran kişilərə mən belə dırnaq arası baxıram, açığı. Bu xanıma gəldikdə isə mən inanmıram ki, o orada xəbəri olub, filan bəsməkan. Danışıq tərzindən də hiss olunur ki, adam ənənəvi xanımdır, yəni ənənəvi düşüncədə olan xanımdır, dəstəkləyirəm təbii ki. Yəni mən ailə dağıtmaq üçün ailə qurmamışam. Bəli. Mən ailəni ömür boyu yoldaşımın yanında, onun yanında ölmək üçün qurmuşam. Özü də dediyi kimi, dedi ki, mən hər şeyə görə ailəmi dağıtmaram. Bir sözlə feminist deyil, əsl xanımdır. Feministlər xanım deyil. Amma Zaurun elədiyi bu hərəkətdən sonra onun gəlib təzədən Zaurun efirinə çıxmağı mənə görə çox pis bir şey idi. O ümumiyyətlə o studiyaya ayaq basmamalı idi bu şeydən sonra. Onun o reaksiyalarını görəndən sonra mən fikirləşdim ki, növbəti gün gəlib tüpürər olaraq ki, bu nə hərəkət idi elədiniz. Dostlar, fərqi yoxdur. Kimliyindən asılı olmayaraq, xəyanət üzərindən, blogerlərdə də var, bilməm, Azərbaycanda mən görməmişəm, amma Türkiyədə var. Video blogerlər əsasən cütlüklər arasında olur. Belə videolar çəkirlər, güya bir-birlərinə xəyanət eləyirmiş kimi tələ qururlar, gizli kamera qoyurlar, zarafat xatirinə. Bu özü böyük bir ayıbdır, cındırlıqdır və şərəfsizlikdir. Ona görə də bu tip şeylərə reaksiya verəndə xanımı qınamayın. Orada xanımın heç bir günahı yoxdur. Günah o Zaurdadır. Hansı ki, Azərbaycan televiziya məkanına paz olan, insanların zövqlərini korlayan 3-cü Zaur. Neyse dostlar, bugünlük bu qədər. Özünüzə yaxşı baxın. Görüşərik. Hələlik.